Nəysə, hər birinizi xoş gördük. Bu günləri Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, eləcə də Öyrədərək Öyrənirik Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Mind Odyssey regional intellektual turniri layihəsi çərçivəsində bir araya gəlmişik. Bugün layihəmizdə 4-cü gündür, yəni 4-cü yarış günüdür. D qrupunun oyunları keçiriləcək. Ümumiyyətlə yarışımız ənənəvi format olan nə harada, nə zaman formatında təşkil olunur. Format gərəyi olaraq komandalara qrup oyunları çərçivəsində 15 sual təqdim olunur. Ən çox xal toplayan 2 komanda isə yarı finala vəssə qazanır. Toplamda 10 yarı finalçı olacaq 5 qrupdan və həmin yarı finalçılar isə 4 finalçını müəyyənləşdirəcəklər. Sonda ilk 3 yer tutan komandalara biz tərəfdən diplomlar təqdim olunacaq. Həmçinin birinci yer tutan komanda kubok qazanacaq. Qeyd edim ki, suallar ümumi dünya görüşünü əhatə edir. Suallar səsləndikdən sonra 1 dəqiqə vaxtınız olacaq. Sizə paylanmış cavab kartları vasitəsilə o cavabları yazırsınız. Mütləq şəkildə hər bir cavab kartına komandanın adı da qeyd olunmalıdır. Əlavə bir neçə variant qeyd olunmamalıdır. Doğru hesab etdiniz, cəmi bir variant yazmalısınız. Bir neçə variant olarsa, hətta onlardan biri doğru olsa belə cavabınız doğru olaraq qəbul olunmayacaq. Bu çox vacib məqamdır, bunu diqqətdə saxlayaq. Digər önəmli məsələ də ondan ibarətdir ki, heç bir əlavə cihazlardan istifadə etmək olmaz. Mobil telefon, ağıllı saat və s. Əlavə demək istədiyim də ondan ibarətdir ki, bu yarışımızda Qazax Tovuz Regional Təhsil İdarəsinin böyük dəstəyi var, onlara təşəkkürümüzü bildiririk. Həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax Tovuz Regional nümayəndəliyinə, eləcə də Qazax Gəncləri Sosial Xidmət Müəssisəsinə təşkilatçılıqda göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk. Sizin əlavə suallarınız yoxdursa, biz artıq yarışımıza başlayaq. Kimsə sualı var? Qazax şəhər Firudun Şamoyev adına 4 sayı Şam Orta Məktəbinin Şuşa komandası, Qazax rayon Daş Salahlı Şahin Cəbiyev adına 2 sayı Tam Orta Məktəbinin Sabah komandası, Qazax rayon Çaylı kənd 2 sayı Tam Orta Məktəbinin Nirvana komandası, Qazax rayon Yuxarı Salahlı kənd Tam Orta Məktəbinin Ayın Kölgəsi komandası, həmçinin Ağstafa rayon Həsənsu kəndinin Tam Orta Məktəbinin komandası mübarizə aparır. Hamıya uğurlar, məncə artıq hər şey hazırdır, 3 sualdan başlayaq. Bu iki ölkənin tarixi münasibətlərini araşdırsaq, Adolfo López Mateos'un onun ölkəsinin əsas problemi nədir sualına nə üçün 3000 kilometr ümumi sərhədin olması cavabını verməsini anlamış olarıq. Bu iki ölkənin adını deyil. Münasibətlərini araşdırsaq, Adolfo López Mateos'un onun ölkəsinin əsas problemi nədir sualına nə üçün 3000 kilometr ümumi sərhədin olması cavabını verməsini anlamış olarıq. Bu iki ölkənin adını deyil. Anlaşılan ölçülərə isə 3000 kilometr bağlı Adolfo López Mateos'a ünvanlanmış sualı demiş ki, niyə də araşdırmayaq? Bizim əsas problemimiz odur ki, onlarla 3000 kilometr sərhədimiz var. 15 saniyə. Hər iki ölkənin adını doğru qeyd etməlisiniz. Biri yanlış yazsa cavabınız doğru olmayacaq. Yaxınlaşın götür, bax, qaldıranlar da 3, 2, 1, vaxtı. İlk sualın doğru cavabı Amerika Birləşmiş Ştatları və bayaqlar nədir sizdə? Kanada. Kanada deyil, uşaqlar. Meksikadır. ABŞ və Meksika olmalıydı doğru cavab. BBC-nin verdiyi məlumata görə bu yaxınlarda alimlər 4 nəhəng göl aşkar etmişlər. Yəni buranın yaxınlığında. Son dövrlərdə dünyanın üzləşdiyi ekoloji problemləri yada salaraq bu göllərin hansı ərazidə tapıldığını qeyd edin. Problemləri yada salaraq bu göllərin hansı ərazidə tapıldığını qeyd edin. Ekoloji problemlər, yeni tapılmış 4 göl hara ola bilər? 30 saniyə.
4 yeni göl Antarktidada donmuş vəziyyətdə aşkar olunur. Doğru cavab Antarktidadır. Nirvana komandasını təbrik edirik. Yeganə doğru cavab verən komanda onlar oldu. Hansı adada yakınsınız? Bu məşhur faktı BMT qərargahının önündə əsasən bildiyiniz kimi dövlətlərin bayrağını asılır. Ancaq orada bir dənə bayraq var ki, bu bayraq millətin bayrağı, millət təmsil edir, yəni dövlət deyil. Bu hansı millət olduğunu bilirsiniz var? Yox. Hindular. Bunlar Qaraqçıların bayrağıdır. Qaraqçılar dünyada ən çox yayılmış xalqlardan biri. Gündəlik ritualına çevrilmiş bir məsələdən onlar xalq baxımından tanınırlar. Həmçinin Qaraqçılar köçəri xalqlardır. Köçəri xalqlar da nə edir? Köçəri nə demək ümumiyyətlə? Bir yerdən başqa yerə köçür. Və köçərkən öz Qaraqçı taborlarını nə ilə daşıyırdılar? Çantalarında. Yox, arabalarla daşıyırdılar. Qaraqçıların BMT-nin önündə onları təmsil edən bayraqda isə araba təkərləri təsvir olunur. Doğru cavab araba təkərləri. Süfrədə sucuk, quru sümbül, sumaq, pul sikkəsi, zəngi sitarə və su var. Süfrənin təm ortasında nə olmalı olduğunu cavab kartınıza qeyd edin. Sumaq, pul sikkəsi, zəngi sitarə və su var. Süfrənin təm ortasında nə olmalı olduğunu cavab kartınıza yazın. Saniye kaldı. Vaxtı. Sağlar. El adətidir və bir çoxunuz yəqin ki, bunu eşidirsiniz, ancaq burada sizə nəsə qeyri-adi gəldi. Fikir verdiniz, sadaladığım şeylər nə ilə başlayırdı? Sucuk, sümbül, sumaq, sükkə, səngitarə, su. Nə idi bunlar? Noruz bayramı. Bəli, hamısı Noruz bayramı adətində S ilə başlayıb, süfrənin ortasında isə S ilə başlayan 7-ci olan səməni var idi. Doğru cavab səməni idi. Bir kitabda bunu Rəngli Körpü adlandırırlar. Min Əhvalat kitabının 7-ci fəsli də bu adı daşıyır. Bunu yazın. Vaxtı. Sağlar. Ben sağlar olmadı. Sabah komandası variant vermədi.
Bu əslində ipucu olan bir sual idi. Rəngli körpü məcazi anlamdaydı. Həmçinin 7-ci olması, onun 7 rəngli olmasına dəlalət edirdi. Söhbət göy quşları. Ayın kölgəsi İrvana, Viktoriya komandaları da orada. Şuşa və Sabah komandalarının aktivində xal yoxdur. Nirvana 2 xal, Ayın kölgəsi və Viktoriya 1 xal. Davam edirik. Ramon Sernez'in romanlarının birində hadisələr maraqlıdır ki, məhz bu fəsildə baş verir. Bu fəsli qoşu samikdən ibarət İngilis mənşəli sözlə yazılır. Bu sualın doğru cevabı Salma'ydı. Bütün komandalar doğru cevabı verdiler. Nəhayət ki, hamı nasibində xal var. 8-ci əsrdə Ağa Mikail adlı şəxs Bakıda hamam tikdirir. Bakılılar maraqlıdır ki, uzun müddətdir hamama müraciətdə bu personajın adından istifadə edirlər. Bu personajı yazın. Ama bu personaj çok məşhur film personajdır həmçinin. Bir filmimizdə o evlilikdən öncə bütün dostlaşmasıyla oraya gedirlər. Ağa Mikail adlı şəxs tikdirir 18-ci əsrdə Bakıda. Ondan sonra da bu addan çağrılmağa başlayır. 25 saniye. Hangi personaj olabilir? Beş saniye. Vaxtı. Viktoriya Askanlı'dır. İbadiye. Ağa Mikail Ağa hizmetleri tanınırdı. Bakılar əldən alma getməyə məktublar tamamını geçməyə verirlər. Olmasın olsun nə baxırsınız, nə də məşədibar öz dostlarımla toydan öncə alma getməyə məşhur bir hamam səhəsi. Sual belədir. İkinci Dünya Müharibəsi illərində Bibliya, yəni İncil, bir çox Amerikan əskərlərinin həyatını xilas etmişdi. Əskərlərə paylanmış kitab nüsxələrinin hansı özəlliyi onları ölümdən qurtarmışdı? Həyatını xilas etmişdi. Əskərlərə paylanmış kitab nüsxələrinin hansı özəlliyi onları ölümdən qurtarmışdı? Kitab nüsxələrinin elə bir özəlliyi var idi ki, müharibə zamanı o insan həyatını xilas edildi. On saniye aldı. Yazıb güllə sinələrindən qoymuşdular. Çox belə anlaşılan deyil. Viktoriya yazıb qalınlığı. Bir komanda cavab verməyib, bir komanda yazıb dini kitab olması. Yəni güllənin qarşısında dini kitab olmasını Yani səhvlik mənasında yazmışlar. Səli? Səhvlik mənasında yazmışlar. Başa
qabığı anlamında dediyiniz üzlüyü ilə əlaqəli idi. Onun üzlüyü dəmir nüsxədən ibarət. Kitablar qalsa kitablar idi, baverəcə kitablar idi. Ancaq onun üzlüyü dəmir idi. Dəmir onları necə xilas edirdi? Küllatla da bəzən bəxtləri yetirərsə, ora dəyərsə, adətən dini kitablar öyrənəsində daşıqlar var bunları xilas edirdi. Doğruca, həmin nüsxələrin üzlüyü dəmirdən idi. Ulu Öndər Heydər Əliyev, aktyor Hacı İsmailova X deyə müraciət edildi. Bir filmdə X-i canlandıran Adil İskəndərov piti yeyir. X-i bir sözlə yazın. Hava və Viktoriya komandaları suala düzgün cavab verdilər. Beləliklə, 15 sualdan sonra komandaların xal durumu belə oldu. Sakitala uşaqlar. Qazax şəhər 4 saylı tam orta məktəbinin Şuşa komandası 2 xal, Qazax rayon Daş Salahlı kənd 2 saylı tam orta məktəbinin Sabah komandası 4 xal, onlar oyunun axırına yaxın coşdular, arzu 3 xal, amma bu yarı final üçün kifayət etmədi. Ayın Kölgəsi komandası son suala qədər yarım final şansını saxlayırdı. Yuxarı Salahlı məktəbləri sonuncu sualı yanlış cavab verdilər və 5 xalda qaldılar. Beləliklə, son 2 komanda isə yarım finala vəsq qazandı. Ağstafa rayon Həsənsu kənd tam orta məktəbinin Viktoriya komandası son suala düzgün cavab verdi və 6 xalla yarım finalçı oldu. Eləcə də Qazax rayon Çaylı kənd 2 saylı tam orta məktəbinin Nirvana komandası 7 xalla D qrupunun birincisi kimi yarım finala vəsq qazandı.